Salam. Bugün sizinle birlikte İslam tarihində həqiqətən dərin izlər buraxmış bir şəxsiyyətə baxırıq. İmam Musa Əl-Kazimə əleyhissalam. Mənbələrimiz onun haqqında çox şey deyir. Səbri, yaşadığı çətin dövr, fikirləri. Məqsədimiz də elə budur, yəni. Bu məlumatlardan ən vacib məqamları, əsas məğzi anlayaq. Elə başlanğıc üçün çox məşhur bir ləqəbi var, bilirsiniz, Kazim. Qəzəbini boğduğu, çox səbirli olduğu üçün belə deyiblər. Gəlin baxaq, daha nələr var. Bəli, bəli. Onun həyatı, təlimləri həqiqətən zəngindir. Xüsusən də o dövrün şəraitini nəzərə alanda çox mürəkkəb bir siyasi və necə deyim, etiqadi mühit olub. Gəlin əvvəlcə əsas bioqrafik məlumatları yada salaq. Kim idi İmam Kazım? Əsl adı Musa. Atası İmam Cəfər Sadiq, yəni Şiə müsəlmanlarının 6-cı imamı. Anası Həmidə xanım. Doğumu hicri təqvimlə, səhv etmirəmsə, 128 ya da 129-cu ildədir. Əbba deyilən bir yerdə. Və atası şəhid olandan sonra hicri 148-dən imamlığa başlayır. Bu da təxminən 35 ilədir. Ömrü də 54 il. O Kazım ləqəbi dediyiniz kimi çox məşhurdur. Amma bu təkcə səbir demək deyil, ümumi əxlaqını da göstərir. Bilirsiniz, həm Şiə, həm də Sünni alimləri onun biliyinə, təqvasına, səxavətinə heyran qalıblar. Məsələn, Şeyx Mufid deyir ki, öz zamanının ən abidi, ən fəqihi, yəni İslam hüququnu biləni və ən səxavətlisi idi. Hətta Mədinə əhli ona Zeynul Müştəhidin deyirmiş, yəni çalışqan abidlərin zinəti. Bu, böyük bir adı idi o dövr üçün. Səxavəti barədə maraqlı bir şey də vardı deyəsən. Mənbələrdə yanında qızıl kisələri gəzdirməsi, ehtiyacı olanlar üçün. Bu, onun insanlara necə diqqətli olduğunu göstərir, elə deyilmi? Əlbəttə, əlbəttə. Bu, onun xarakterinin çox önəmli bir tərəfi idi. Amma təkcə səxavətli deyildi, həm də inanılmaz dərəcədə Allaha bağlı, abid bir insan idi. Salih bəndə kimi tanınırdı. Düşünün, illərlə həbsdə qalır, amma vaxtının çoxunu yenə ibadətə həsr edir. Bu, onun mənəvi gücünü də göstərir əslində. İmamın yaşadığı dövr həm də teoloji baxımdan çox qaynar idi deyəsən. Bir tərəfdə Möhtəzilə var idi, hər şeyi ağılla izah etməyə çalışanlar. Digər tərəfdə əhli hədis, yəni hədislərə, bəzən zəif rivayətlərə belə, çox hərfi yanaşanlar. Bu da təbii ki, Allahın sifətləri kimi əsas mövzularda müxtəlif, hətta ziddiyyətli fikirlərə gətirib çıxarırdı. Tamamilə doğrudur və belə bir, necə deyim, qarışıq mənzərədə İmam Kazımın əleyhissalam mövqeyi çox aydın idi. O, Allahı təsvir edərkən Quranda nə deyilibsə, onunla kifayətlənməyi tövsiyə edirdi. Yəni, Quranda ifadə olunan sifətlərdən kənara çıxmayın, deyirdi. Əsas prinsip buydu. Allahı yalnız onun özünü vəsf etdiyi kimi tanımalıyıq. Yəni, o, Allahı insana bənzətməyin o dövrdə buna təşbih deyirdilər, eləmi? Bunun əleyhinə idi. Bəli, qəti şəkildə. Məsələn, o zamanlar bəziləri deyirdi ki, Allah dünya səmasına enir. İmam Kazım bu cür antropomorfik, yəni insana bənzər təsvirləri rədd edirdi. Deyirdi ki, Allah enməz və buna ehtiyacı da yoxdur, onun üçün yaxın da birdir, uzaq da. Və ya Qurandakı o məşhur ayə, Ər-Rəhmənu aləl-arş istəvə, yəni Rəhman ərşə hakim oldu. Bunu fiziki məkanda oturmaq kimi yox, Allahın hər şey üzərindəki mütləq hakimiyyəti, nəzarəti kimi izah edirdi. Bu çox önəmli bir fərqdir, Allahın bənzərsizliyini qorumaq üçün. Amma təəssüf ki, imamın bu artan nüfuzu, aydın mövqeyi, dövrün Abbasi xəlifəsi Harun Ər-Rəşidi çox narahat edirdi. Harun onu öz hakimiyyəti üçün bir təhlükə kimi görürdü. İnsanlar arasında güya ixtilaf salmaqda ittiham edirdi. Hətta Mədinədə Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin məzarının yanında özünü haqlı çıxarmaq üçün imamı pisləmişdi. Həbsi ilə bağlı o iki karvan məsələsi də var idi mənbələrdə. Sanki xüsusi bir taktika ilə gizli şəkildə aparıblar onu. Niyə bu qədər gizlilik lazım idi? Xalqın reaksiyasından qorxurdular. Çox güman ki, elə idi. Harun onun dəqiq hara aparıldığını gizlətmək istəyirdi. Çünki imamın çoxlu tərəfdarı var idi. Və onu uzun illər müxtəlif şəhərlərdə fərqli nəzarətçilərin yanında həbsdə saxladılar. Bəsrədə İsa ibn Mənsur, sonra Fəzl ibn Rebi, hətta bir müddət Fəzl ibn Yəhya ona hörmətlə yanaşdığı üçün Harunun qəzəbinə gəlmişdi.
Axırda isə Bağdadda Sindi ibn Şahiq adlı daha sərt birinin nəzarətinə verdilər və elə sonuncu həbsxanada təxminən hicri 182 ya 183-cü ildə Rəcəb ayının 25-də Harunun əmri ilə zəhərləyib şəhid etdilər. Məzarı da indi İraqdadır, Kazimeyn şəhərində. Belə çətin bir dövrdə, siyasi təzyiqlər altında, ardıcılları üçün kimin əsl imam olduğunu bilmək yəqin ki, həyati əhəmiyyət kəsb edirdi. Mənbələrdə Əbu Bəsir adlı bir səhabənin imamdan soruşduğu bir sual var idi. İmamı necə tanıyaq? Bəli, bu çox mühüm bir sual idi. İmamın cavabı da onun məqamını göstərir. Deyir ki, əsl imamı bir neçə şeylə tanımaq olar. Birincisi, əvvəlki imam onu təyin etməlidir. İkincisi, ona nə sual versən cavab verməlidir. Hətta lazım gəlsə sual verilmədən özü məsələni açmalıdır. Gələcəkdən xəbər verə bilməli və bütün dillərdə danışa bilməlidir. Məsələn, Xorasandan gələn bir qonaqla öz dilində farsça danışması kimi hadisələr buna nümunə göstərilir. Bu xüsusiyyətlər, yəni ardıcılları üçün onun rəhbərliyinin legitimliyinin bir subutuydu. Gündəlik həyatla bağlı da çox dəyərli öyüdləri var İmam Kazımin. Məsələn, bir hədisində buyurur ki, imkanı olduğu halda din qardaşına kömək etməyən adam sanki Allahla olan mənəvi bağını, vilayət bağını qırmış kimidir. Çox güclü ifadədir. Yaxud çətinliyə düşəndə bir zikir öyrədir. Üzünü səmaya tutub 3 dəfə Bismillahirrahmanirrahim demək. Deyir ki, Allah istəsə qəm-qüssəni aradan qaldırar. Halal qazancın vacibliyini də vurğulayıb. Deyir ki, biz Əhl-i Beyt, yəni öz ailəsini nəzərdə tutur, ən vacib xərclərimizi, ilk həc pulumuzu, qadınlarımızın mehriyyəsini, kəfən pulumuzu, malımızın ən təmizindən ayırırır. Deməli, bütün bu məlumatları birləşdirəndə İmam Kazım Allah qarşımıza təkcə o məşhur Kazım yəqəbi ilə, yəni fövqəladə səbri ilə çıxmır. O, həm də dərin elmli, prinsipial mövqeli, səxavətli, ən ağır şəraitdə belə öz əqidəsinə sadiq qalan, zülmə baş əyməyən bir lider kimi görünür. Bəli, məncə də. Xüsusilə onun o teoloji mövqeyi, yəni Allahın sifətləri məsələsində, antropomorfizmdən, o insana bənzətmədən qaçınmağa çağırması. Bugün də üzərimdə düşünməli olduğumuz çox vacib bir prinsipdir əslində, Allahı düzgün anlamaq üçün. Bəs siz necə düşünürsünüz, əziz dinləyicilər? İmam Kazımin Allahı yalnız onun özünü təsvir etdiyi kimi anlamaq prinsipi, bu qədər fərqli yozumların, təfsirlərin olduğu müasir dövrdə sizin müqəddəs mətnlərə, imanınıza yanaşmanıza necə təsir edə bilər? Onun nümunəsində ağılla vəhy arasındakı o balansı necə tapmaq olar? Düşünməyə dəyər suallardır məncə.